Maglar, bugün sizə qısa bir müddət ərzində hazırlayıb qidalana biləcəyiniz bir fast food məhsulunu Nigarla birlikdə hazırlayıb sizə göstərməyə çalışacağıq. Öncə lavaşımızdan başlayırıq. Sən nə edirsən orada? Mən hələ ki mayonezi yaxma prosesindəyəm. Mayonez sürürəm lavaşın üzərinə. Mayonezimizi sürdükdən sonra pomidorları lavaşın arasına düzürük. Kalbasamızdan biraz alırıq və lavaşın tam ortasına düzürük. Bu fərqli ardıcıllıqla yeyəndə belə alınmır dadı. Eyni dadı verəcək sonunda, amma məncə bəyənəcəksiniz. Bu qədər dostlar, belə asan hazırlanan bir yeməkdir gördüyünüz kimi. Öncə mayonezimizi sürürük, daha sonra pomidor, kalbasa, ardıca isə Holland pendiri. Əgər zövqünüzə uyğundursa və şəraitiniz əl verirsə, hazırladığınız bu dürümü tosterdə qızarda da bilərsiniz. İndi isə bunun üzərinə bir dənə də lavaş əlavə edib səliqəli bir şəkildə bükürük. Cahandar tələbə yeməkləri üzrə mütəxəssis olduğuna görə onun dediklərinə qulaq asın. Bitdi. Bu qədər sadə. Nigar, artıq dadına baxa bilərsən. Necə Nigar, bəyəndinmi? Doğrudan da təriflədiyin qədər var imiş Cahandar. Əllərinə sağlıq. Çox sağ ol, nuş olsun. Cahandar, efir üçün dedim ki, dadlıdır, amma o qədər də tərifə layiq deyil. Bunu bəyənmədim. Gücümü hazırlamışam bayaq. Bunu da gələn dəfə sən hazırlayarsan, sənin hazırladığını yeyərik.